Müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatla üz-üzədir. Açıqlama Bakıda İslam maarifçiliyi və müasir dövr adlı beynəlxalq konferansda çıxış edən bütün Qafqazın şeyxi Hacı Allah Şükür Paşazadədən gəlib. İlkin Kərimovun reportajı. Bugün sürətlə qloballaşan dünyada etnik dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya kimi zərərli təzahürlər, dinin şübhəli siyasi ambisiyalara alət edilməsi cəhdləri təəssüf ki, acı gerçəklikdir. Prezident İlham Əliyevin Bakıda keçirilən İslam maarifçiliyi və müasir dövr mövzusunda beynəlxalq konferans iştirakçılarına müraciətində belə deyilir. Müraciəti dövlət müşaviri Kamal Abdullah oxudu. Beynəlxalq münasibətlər sistemində dinin birləşdirici missiyası, bəşəriyyətin gələcək taleyi naminə sivilizasiyalar və dinlər arası dialoq zərurəti getdikcə xüsusi aktuallıq kəsb edir. Dünyanın bir neçə ölkəsinə dəvət olunmuş alim və mütəxəssislər, diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən konferansda dünyada artan dini zəmində təriqətlər arası silahlı münaqişələrin səbəbləri və çıxış yolları müzakirə edildi. Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə vurğuladı ki, İslam şüarları altında Suriyada, İraqda dini, mədəni abidələri məhv etmək cahillik əlamətidir. Elm, biliyə sahib olmaq əsl İslamın mahiyyətidir. Belə radikallara qətiyyətli yox sözü ilə ilk növbədə müsəlman alimləri, o cümlədən Azərbaycan alimləri tərəfindən deyilməlidir. Bütün Qafqazın şeyxi Hacı Allah Şükür Paşazadə qeyd etdi ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzədir. Erməni terroruna məruz qalan ölkə kimi Azərbaycan dünyanın qaynar nöqtələrində baş verən qətliamları pisləyir. Şeyx qondarma soyqırımı tanıyanlara ermənilər tərəfindən törədilən Xocalı qətliamını xatırlatdı. Ermənistanın özünü dünyaya məzlum qurban kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar gerçək Xocalı qətliamını görməzlikdən gəlir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı isə söylədi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə həm də İslama təcavüz edib. Qarabağda 900-ə yaxın mədəni tarixi abidə, məscidlər, ziyarətgahlar dağıdılıb. Komitə sədri dünyada alovlanan 80-ə yaxın silahlı münaqişədən çoxunun müsəlman aləmində aparıldığına da diqqət çəkdi. Din adı altında gənclərin tərbiyəsinin pozulmasına imkan verilməməlidir söylədi. Komitə sədri əmin etdi ki, Azərbaycanda məzhəblər arası qarşıdurma olmayıb və olmayacaq. Azərbaycan tolerantlıq mühiti bütün təriqətlərə eyni şəraitin yaradılması ilə nümunədir. Ölkədə məscidlərin tikintisi, dövlət başçısının Səudiyyə Ərəbistanına səfəri, ümrə ziyarəti İslama verdiyi dəyərin bariz nümunəsi kimi göstərildi.